Dünyanın aparıcı mərkəzi bank rəhbərləri Trump ilə qarşıdurmada Fed sədri Jerome Powell-i dəstəkləyir. Bank rəhbərləri ABŞ hökumətinin pul kredit siyasəti ilə bağlı federal ehtiyat sistemini təzyiq altına almağa çalışdığını deməsindən sonra Fed sədri Jerome Powell-lə açıq şəkildə həmrəylik nümayiş etdirirlər. Bəyanatı Avropa Mərkəzi Bankının sədri Christine Lagarde, İngiltərə Bankının rəhbəri Andrew Bailey, eləcə də İsveç, Danimarka, İsveçrə, Avstraliya, Kanada, Cənubi Koreya və Braziliyanın Mərkəzi Bank rəhbərləri, həmçinin Beynəlxalq Hesablaşmalar Bankının rəhbərliyi imzalayıb. Trump administrasiyası dünyanın iqtisadi mərkəzləri hesab olunan Çindir və Avropa ölkələridir ki, onlarla tarif planlarını təsdiq etmiş oldu ki və bu planlara görə artıq dünya üzrə ticarətdə belə desək müharibə yaranmış oldu. Və bu da həm Amerikanın öz daxilində, həmçinin xaricdə böyük bir problemlərə gətirib çıxarır iqtisadi baxımdan və bu cür davam eləyərsə, gördüyümüz qədərilə də artıq Amerikanın xarici borclanması yüksəlir və bunun Amerikada dolların valyutasından deməli dəyərinin itməsindən də, getməsindən də gətirib çıxarda bilər. Bu baxımdan da artıq müstəqilliyin qorunması bu mərkəzi banklar üçün daha vacibdir. Çünki Amerikanın verdiyi qərarlarla digər ölkələr arasında istər Çin, istər Avropanın digər ölkələri ticarət əməkdaşlıqları etmiş olurlar. Fond birjalarında bugün əsas indekslərin bəziləri ucuzlaşıb. Sənaye indeksi Dow Jones-da 0,8, Amerika Birləşmiş Ştatlarının 500 ən iri şirkətini əhatə edən S&P 500-də 0,2, elektron birjası indeksi Nasdaqda isə 0,1%,